Bizə çox gözəl, içi dolu olan bir Spider-Man bir New Day trailerı izlətdilər. Həqiqətən çox mükəmməl idi deyə bilərəm. Dolu idi da, hələ uzun idi da. Trailer filmdə bildiyimiz kimi Spider-Man'in mutasiyası belə inkişaf etdiyinə görə, artdığına görə o insandan daha çox örümçəyə bənzəyir və gözünün qaralması da mutasiyanın göstəricilərindən biridir. Yəni o daha çox güclü olur, kontrolunu itirir. Ondan sonra zaten gördüyümüz kimi Scorpionu rahatlıqla sağa sola püskürdür. Halka gələndə isə boz bir Hulk bəlkə görə bilərik filmdə. Bu da onun daha güclü və daha qüvvətli əsəbi Hulk versiyasıdır. Yəni Savage Hulk'ı görəcəyik qısası belə desən, amma biraz daha fərqli bir rəngdə. Trailerdə boz rəng görmədik, bəlkə də rəng oyunu falan eləyə bilər, ola bilər. Jean Grey gələndə isə yəni ola bilər, məncə olacaq da. O qədər söylənti varsa, desəm mütləq Jean Grey o filmdə yer alır. Punisher gələndə isə artıq Spider-Man-ə komanda qurub bir-birinə kömək falan eləyirlər və istəyərdim ki, Punisher ağız yuxarısı bir 30 dəqiqə falan film yer alsa yaxşı olar. Maraqlı bir film biz gözləyirik ki, çox dolu. Səhv eləmirəmsə iyulun 31-i çıxacaq. Səbirsizliklə gözləyirəm.